Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Ey eşki inkar eləyən, çun و çرا و çəndi qoy. Ne için düşərsən aşıqin çun و çرا و çəndinə. Çun şəhriyarın şəhrinə, bugün nəsimidir məlik. Buyruq anındır, höküm anın, həm şəhrinə, həm kəndinə. Siz əziz, hörmətli, dəyərli, ziyalı yoldaşlara, sırdaşlara salam ərz edirəm. Sağlıq arzulayıram. Əqlaniyyətdən, ağıllıqdan danışırdıq. Fars əqlaniyyətinin sebğələrindən, xəsisələrindən, ya özgülüklərindən danışırdıq. Biz dedik ki, tarix boyu Fars əqlaniyyəti ümumiyyətdə bağımsız əqlaniyyət olmayıbdır. Bu əqlaniyyət bir yerə bağlı əqlaniyyət olubdur. İkinci xəsisəsi buydu ki, əgər türk əqlaniyyətində, ərəb əqlaniyyətində dil var idi, önəmli dilə dayanaraq həmasələr, ağır kitablar var idi və bunlar dili bəsləyirdilər, dili genişləndirirdilər, dilə dayanırdılar. Bir iki tərəfli danışıq dil ilə əqlaniyyətin arasında yaraldırdılar. Belə şeydən biz Fars əqlaniyyətində biz onu görəmirik. Niyə ki, bu dil demək olar bir montaj bir dil olurdu. Çün özünün sözləri, kəlmələri yox idi. Yaxın bir 70% demək olar bu dilin ərəbdən, ərəbcə kəlmələrindən alınırdı. 25% qədər türkü kəlmələrdən alınırdı, yararlanırdı. Sonrası da Pəhləvidən, Pəştudan, o birisi dillərdən biraz qatışıq. Bu dildə demək olar kəlməsizlik, demək olar əqlaniyyətə də bir cür ilgi yaraldırdı. Yəni bu əqlaniyyət də elə bu dilə oxşar bir şey olurdu, bağımsızlıqda. Bu bağımsızlıq ya müstəqil olmağı siz bu əqlaniyyətdə və bu dildə görənmirsiniz. Bunu siz gəlib idarəçilikdə, sənətdə də baxanda görənmirsiniz. Elə örnək üçün biz İran xodronu misal vırdıq ki, görürsünüz elə Çindən maşın gəlib, plaklayıb millətə satmaqdır. Yoxsa burada bir tolid ünvanındakı ad aparasan, belə bir şeyi siz görənmirsiniz. Niyə? O əqlaniyyətdən və o dilin müstəqil olmamağından qaynaqlanırdı. O əsasda bu dil qüdrətə dayanaraq, qüdrətdən güc alaraq bir sıra o boş yerlərini doldurmaq üçün çalışır, gəlir bir sıra o məntəqə adlarını özgə millətlərə ki, illər boyu ona sahib olublar, usturələrindən, tarixlərindən qaynaqlanıbdır, onları çalışır neynəsin, dəyişdirsin. Örnək üçün Azərbaycan mahalında siz baxsaz, görürsünüz ki, belə əqlaniyyət özünə bu rüxsəti, bu icazəni verir ki, gəlsin, Qoşaçaya desin Miyandı-ab, Miyanı-ab. Xanaya desin Pirənşəhr adını neynəsin, dəyişdirsin. Ya Xiyava desin Meşkinşəhr, Solduza desin Nəğədə, Tikantəpiyə məsələn desin Tikab. Ya demək olar Acıçaya adını qoysun Təlxərud. Ya Məlikəndini qoysun Məlikan. Qızılüzənin adını qoysun Sefidrud. Ya Qərəçəmənin adını qoysun Siyahçəmən. Ya demək olar Tata o çayın adını qoysun Siminrud.
Ya Cağatı çayın adını qoysun Zərrini rud. Gəreyinin adını qoysun Siyah çeşmə. Ya Savıcı bulağın, Soğuq bulağın adını qoysun Mahabat. Belə şeyləri, hətta Kürdistan öz mahalında da baxsaz, orada görürsünüz ki, məsələn, Siyahgül məntəqəsini, orada adını qabaqca Qərəgülmüş. Qərəgülü gətirir qoyur Siyahgül. Ya Qərəbuğdanı Siyahgəndum qoyur. Yol çoxlu, yəni bunları ad aparmaq olar. Bu nədən qaynaqlanır? Bu o dilin müstəqil olmamağından, kələməsizliyindən, dərin olmamağından, güclü olmamağından qaynaqlanır ki, çalışır neynəsin, bu işləri görsün. Hətta Fərhəngistana da baxanda görürsünüz ki, bəzi gülməli kəlmələri bunlar götürürlər, tərcümə eləyirlər. Kravata məsələn dirazaviz zinəti məsələn ad qoyur. Bir yol kolli də bu işdə pullar əlbəttə alırlar, neynirlər Beytülmaldan, xərcləyirlər ki, bu yoxsulluğu neynəsinlər, doldursunlar. Əlbəttə gərək qabiliyyət ola, ta failiyyət ola. Yəni bunu da fəlsəfə bizə deyibdir. Ta bu dildə o qabiliyyət olmasa, o failiyyətə gəlib çatmayacaqdır. Üçüncü, Fars əqlaniyyətinin səbqəsindən ya xəsisəsindən, özgülüşlüyündən demək olar şubigəridir. Həman ki orada nizamı ad aparırdı, ona Hinduyi qarətgər deyirdi. O nizamının şeirlərində ki biz keçmiş hissədə sizə oxuduq. Bu əqlaniyyət tarix boyu siz baxsaz görərsiniz ki, ən birinci Həzrəti Muhammed gətirən İslamı ki, ərəblərin içində oldu və yayılırdı, ona neynədi? Qılış çəkdi. Əlbəttə, şuubi düşüncə təkcə farslara aid deyildi. Məsələn, türklərin də içində var idi şuubi düşüncə. Amma o fərqli idi. Birdən Babək düşünəndə təsviyəyə mütəqid idi. Farslar düşünəndə təfzilə mütəqid idilər. Babək insanların bərabərliyinə birdən düşünürdü. Amma bunlar Əbu Muslim Xurasani ya bir sıraları bunlar təfzil düşüncəsini apardılar qabağa. Bunlar deyirlər ki, Allah ki Quranda deyibdir ki, İnna cəalnakum şuuban və qəbailə lita'arafu ində əkrəməkum indəllah. Bu şuubu ki qəbaildən qabaq gətiribdi, ərəblər qəbilədilər, biz də şəbiq, yəni millətik. Biz farslar siz ərəblərdən çox-çox üstün və qabağıq demək olar. Yəni təfzil düşüncəsini şuubiyyə, farsi, məcusi, hindi dəstəkləyirdi, tarix boyu aparırdı. O şuubiyyə türkü ilə ki təsviyə düşüncəsi idi ki, adamlar İnnəməl müminunə ixvətun bu cür baxırdılar. O düşüncəni onlar daşımırdılar heç vaxt. Ona görə bunlar gəldilər 2-ci xəlifəni vurdular. Gəldilər 4-cü xəlifəni də vurdular və gəldilər sonralıqda neynədilər? Çalışdılar ki, bir dənə o Sasani, Susunlar ki, bir dənə mülkü təfaifi idilər də. Əslən imperatoru ki deyirlər, imperatoru deyirlər. Bunlar özləri Xəzər imperiyasının bac verənləri idilər, orada yaşayırdılar. Qıssaca Takka ilə ərəblərin tərəfindən ki, aradan getdilər. Bunlar gəldilər, neynədilər? O Sasani səltənətini getdilər, çalışdılar ki, neynəsinlər? İslamla barışdırsınlar. O əsasda bir dənə qeyri-milli ya ziddi milli İslamın dalısındakı paqanlar istəyirdilər, səlibi, masoni dünyası onu istəyirdi. O İslamın dalısında oldular və dəstəklədilər. Ona görə belə bir İslamda ki, bunlar yəni Fars əqlaniyyəti onu dəstəkləyirdi və onun dalısıca olurdu. Siz heç vaxt kimlik tapanmırsınız. Yəni insan özünə qeytmağı orada neynisiz? Görənmirsiniz. Və bunu da sonra teoriləşdirdilər də. Bu İran şəhri düşüncəsi demək olar elə bu çizgidə qabağa gedir. 4-cü xislət Fars əqlaniyyətinə cailiyyətdir. Yəni bunlar çox rahatçılıqla eləyə bildilər ki, tarixdə olayları, hadisələri neynəsinlər? Cəl eləsinlər. O cümlədən
Gəldilər o Mirzə Məlkum xan ki var idi, o birinci tarixi İran bastanı yazan odur. Yəni masonlar gəldilər bunların ixtiyarına bir para dadələr qoydular. Dedilər ki, İslam sizin evinizi yıxıbdı. İslamdan qabaq siz ağır bir təməddünə sahib idiniz. Ağır bir həxamənəşilər var idi, təxti pasarqadınız var idi, cəmşidiniz var idi, filanınız var idi. İslam gəldi sizin evinizi yıxdı. Ona görə getdilər o Rıza Şah dövrəsində də o təxti Cəmşidi Pasarqadızadə Əzizələ memarı ki, kamilən vabəstə bir memariyə qərbi idi ya Yunani idi, düzəltdirdilər və başladılar kitab yazmağa və tarix yazmağa və bu tarixdə də mənə Mirzə Məlkum xan özü idi. Tarixi İran Bastan birinci demək olar, o götürür, neyniyir, yazır. Bu Yazdigirdin qızının evlənməsi Həzrət İmam Hüseyninlə o bir dənə böyük cəhli tarixidir ki, bunlar ona neynirlər, əl vururlar. Yəni Fars əqlaniyyəti hazır olur tarixdə bir dənə böyük cəhli əl vursun, ta Səltənət-i Sasanini eləyə bilsin, İslamın düşüncəsi ilə ki, həman imamət ya Şiə düşüncəsi ilə barışdırsın və desin ki, Yazdigirdin qızı ilə Şəhərbanu ilə İmam Hüseyn evləndi və bunların uşaqları İmam Səccad oldu və İmam Səccad hasili demək olar İslam və Sasanilərdir. Gəlin ondan neynəyəqin biz? Sahab durağın, halbuki Sünni İslamı ya həman Muhammədi İslamın qabağında bunlar bir dənə böyük neynədilər bu düşüncə ilə bir səhv bağladılar və onu neynədilər, parçaladılar. O zaman ki Muhammədi İslam inanmışdı və ordusunu Avropaya kimin aparırdı və Səlibi Məsihi aləmi bunların qabağında dayanmırdı. Bunlar bu tərəfdən belə bir düşüncə ilə neynədilər, parçalamaq yaratdılar. Cahiliyyət də bunların bir xəsisələrindən oldu. 5-ci Fars əqlaniyyətin xəsisələrindən məcusiyyətdir. Məcusiyyət həmandır ki, elə Quranda da gəlibdir. Demək olar bir sənəviyyətə qail olmaq, tövhid düşüncəsindən uzaq gəzməkdir. Bir belə bu yaratmaqlar ki, nur-u zulmət, demək olar ki, can o tən, ruh o tən, bunların arasındakı ümumiyyət hindi bir düşüncədir. Və qaranlıqla işıqlıq bunların arasında bir təqabül yaratmaq, bunların hərəsinə bir tanrı bilmək, demək olar o düşüncədən neyniyir, qaynaqlanır. Halbuki siz türk əqlaniyyətinə baxsaz, görürsünüz ki, bunlar elə İslamdan qabaq da tək tanrıçılığa bunların inancıları var idi. Və demək olar axırıncı xəsisə ya həmən özgülük Fars əqlaniyyətinə tədbirsizlikdir. Yəni siz türk əqlaniyyətində, ərəb əqlaniyyətində tədbiri bəqa görsəydiniz, burada tədbirsizlik görürsünüz. Harada idarəçilikdə krizlər ki yaranır, böhranlar ki yaranır, xüsusən məsələn Azərbaycana baxanda Urmu gölünü qurutmaqda ya su krizini yaratmaqda, topraqların barəsində, ağaçların barəsində, bir məişətdə bir ağır böhranlar yaratmaqda, ədalətsizlikdə, təbiz yaratmaqda, fəqrin çoxalmasında, millətin süfrəsi getdikcə xırdalmasında bu hamısı o Fars əqlaniyyətin tədbirsizliyindən qaynaqlanır. Dedi ki, söyləmə, yoxdur bizə yol şah üçün, əl açıqlar, xızırlardır rah üçün. تو مگو ما را بدان شهبار نیست, با کریمان کارها دشوار نیست. سال است.